eləyəcək kimi petoklara dəstək duran millət. Ay translara dəstək duran millət. Ay transa Allah'a dua edən millət. Trans üçün Allah'a dua edən söz. Ala. Sənin başı bağlı mı belə transa görə Allah'a dua eləyir? Ki Allah onu yüksəldib. Kimi yüksəldib? Gökdən verən bir adama Allah'ın yüksəldir. Hanı o Allah? Hansı Kur'anında yazılıb ki gökdən ağzını alan bir adama Allah yüksəldir? Hicablı kadın nədir 5 manat ona canı da kömək eləyib deyə çıxır deyir ki bu kadını gözlüm üzr istəyirəm o videonda sizə göstərməsin ürək bax deyir. Çıxır nə deyir? Allah yüksəldib. Allah yüksəldən adamı nə bilim endirmək olmaz. Bu bizim bədbəxtliyimizdir. Ne desin ay sen güzel ağa. Yok ya maaş eder. Sen ömür boyu böyle sana alkış eder ki ben onun sayesinde onun canlısında. Yok hayır. Bir insanın canlısında, üzr istəyirəm bacı, bir insanın canlısında o kadar adam varsa, Allah onu kaldırırsa, onu kimsə yendirməyə ixtiyarı yoxdur. Hər kəs Var yox. Özü ayağından asılacaq. Ona göre herkesin Deməli Allah istəyir canlısında o kadar Diyor Allah istəyir onun canlısında o kadar. Bak bunun hicabını açıp bunu var yoxuna nələr bağlayarım səhərə qədər sikib öldürərəm. Belə Azərbaycan xanımı olur. Vallahi düz deyir abi. Belə Azərbaycan xanımı olur deyib çıxır deyir ki qəhbəni Allah yüksəltdi. Onda Mia Khalifa da porno ulduzdur. Allah yüksəldi onda onu. Hə? Bu günləri Paşinyan əgər Ermənistan prezident vəzifəsindədirsə, deməli Allah istəyir də. Bu gün ermənilər gəlib bizim torpağı alıbsa, deməli Allah istəyir də. Bu gün ermənilər gəlib bizim körpələrin qəbirlərini dağıdıbsa, kim istəyir? Deməli Allah istəyir də. Allah istəmədən heç olmur bəs. Tutsunlar da belə qəhbələri, tutsunlar da belə fahişələri. Hə, övladlarımız belə olacaq. Sabahları Polad Həşimovlar, Mübarək İbrahimovlar, Quran oxuyu səhifəsində. Həzastanovlar, Xəndəli Teymurovlar görməyəcəksiniz. Ancaq petuk görəcəksiniz. Və budur bizim hicablılarımız çıxıb qəhbələrə, gökdən, ağızdan alan bir oğlan, cinsiyyətini dəyişən bir oğlana deyir ki Allah yüksəldir. Bəli, Allah yüksəldir. Bizi şeytan gətirdi yəqin Amerikaya, ona Allah yüksəldi. Necə Allah yüksəldirsə, polisin tutub Allahın əlindən aldı, apardı, itxanaları bastı içəri. Necə oldu? Allahın yüksəltdiyi polis qabağını aldı.